Salam dəyərli şagirdlər və abituriyentlər. Dövlət İmtahan Mərkəzi 2025 test tablosundan davam edirik. Deməli, bugün təyinə aid olan suallara baxacağıq. Bu tipli izahların tez-tez gəlməyini istəyirsinizsə, bizə dəstək olmaq üçün abunə olmağı və videolarımızı bəyənməyi, paylaşmağı unutmayın. İndi isə gəlin başlayaq testlərə. Demək, birinci sualda deyir ki, hansı cümlədə təyin feili sifətlə ifadə olunmuşdur deyir. Demək, dənizdən əsən külək, nə? Külək, hansı külək dənizdən əsən? Nə oldu? Feili sifətin tərkibi. Sən nə deyir? Feili sifətin özü ilə ifadə olunmasını istəyir. Ona görə A variantı getdi. Rahib təkrarladığı mövzuları yaxşı bilirdi. Kim? Rahib nəyi mövzuları, hansı mövzuları təkrarladığı. Cavab olacaq B variantı. Görsən, feil sifətin özüdür plus mənsubiyyət. Təkdir. Sürüşkən yolda gediş-gəliş azalmışdı. Necə yolda sürüşkən sifətlə ifadə olunub. Təyyarə düşmən mövqeyini bombalayıb geri qayıdarkən lap alçaqdan uçurdu. Burada ümumiyyətlə təyin yoxdur. Ağacların bəziləri qurumuşdu. Hansı ağacların? Bağdakı. Bu da sifətlə ifadə olunub. Onun dünəndən bəri gözlədiyi adam uşaqlıq dostu idi. Kim? Adam. Hansı adam? Onun dünəndən bəri gözlədiyi. Ümumiyyətlə uşaqlar sifəti taparkən çalışın mübtədanı axtarın və yaxud da tamamlığı axtarın. Çünki onların ikisinə aid olub onları təyin edir də, belə deyək. Ondan sonra rahatlıqla tapacaqsın. Görsən, mübtədanı tapdıq. Adam, hansı adam? Onun dünəndən bəri gözlədiyi. Dık plus mənsubiyyət nədir? Feil sifət. Deməli, feil sifət tərkibi ilə ifadə olundu. Hansı cümlədə təyin sayı ilə ifadə olunub? Baxaq. Demək, üçüncü dəstə ayaq saxladı. Nə dəstə? Hansı dəstə? Üçüncü dəstə. Olacaq A variantı ilə sayılar ifadə olundu. Bitkilərdən faydalı dərmanlar alınır. Alınır nə dərmanlar? Hansı dərmanlar? Faydalı sifətlə ifadə olundu. Bu adamlar hansı adamlar? Eləmi? Demək, səsi nəyi? Hansı səsi? Həmin şəhərə qonşusu Əhmədlə, kimlə? Əhmədlə, hansı Əhmədlə? Qonşusu Əhmədlə, bu da isimlə ifadə olundu. Nazir universitetdə yaxşı oxuyan tələbələri qəbul etdi. Kimi tələbələri, hansı tələbələri? Universitetdə yaxşı oxuyan. Nə? Cavab oldu. Feil sifət tərkibi A variantı. Birinci Azərbaycan operasına qulaq asmağı çox arzulayan Zərdabi. Kim Zərdabi? Hansı Zərdabi? Birinci Azərbaycan operasına qulaq asmağı çox arzulayan feil sifət tərkibi hamısı oldu. C variantı. Truppa rəhbəri Mirzağa Əliyev işçilər barədə məlumat verdi. Kim? Mirzağa Əliyev. Hansı Mirzağa Əliyev? Truppa rəhbəri. Truppanın rəhbəri ismi birləşmədən ifadə olundu. Azad olmaq üçün uzun illər mübarizə aparan Azərbaycan. Hansı Azərbaycan? Deməli, azad olmaq üçün uzun illər mübarizə aparan feil sifət tərkib C variantı. Yazdığın məktubu təzəcə almışam. Hansı məktubu? Yazdığın feil sifətin özü ilə ifadə olundu. Dık plus mənsubiyyət. Sonra o anasını sonsuz bir məhəbbətlə sevən oğuldur. Kimdir? Oğuldur. Kim o? Necə oğuldur? Anasını sonsuz məhəbbətlə sevən. Nədir? Feil sifət tərkibi ilə ifadə olundu. Xörəkdən sonra döşəkçənin üstündə uzanan Cahandar ağa. Hansı Cahandar ağa? Xörəkdən sonra döşəkçənin üstündə uzanan feil sifət tərkibi. Təyini ismi birləşmə ilə ifadə olunan cümlə. Baxaq. Hazır cavab adam söz tapmaqda çətinlik çəkməz. Kim? Adam. Hansı? Hazır cavab. İsmi birləşmə deyil, nə mi? Görkəmli Azərbaycan şairi. Kim? Məmməd Araz. Necə görkəmli? Bu da şeydir. İsmi birləşmə deyil. Həmişə deyib danışan Nurəddin indi məyus görünürdü. Kim Nurəddin? Hansı Nurəddin? Həmişə deyib danışan. Feil sifət tərkibi. Azərbaycan şairi Şah İsmayıl. Hansı Şah İsmayıl? Azərbaycan şairi. İsmi birləşmədən ifadə olundu. Sonra təyin sayı ilə ifadə olunmuşdur deyir. Burada göründüyü kimi sayı yoxdur. Qızqalası hündürlüyü 28 metr. Bu. Demək,
28 metrdir. Qız qalası müdürlüyü. Təyin deyil. 5-ci otaq hansı otaq? 5-ci. Cavab C variantı. Birinciləri burada tamamlıq vəzifəsindədir. Bir cümlə üzvü kimi əsasən təyin olur. Aşağıdakılardan biri fe'l sifət tərkibi də əsasən cümlədə təyin olur. İsimləşibsə tamamlıq və yaxud da mübtəda olanda normalda təyindir. Stolun üstündə bir sıra hesabat vərəqləri, şəxsi hesablar görünürdü. Nə? Hesabat vərəqləri, nə? Hesablar görünürdü. Demək, hansı hesablar? Şəxsi hesablar, necə hesablar? Bu nədir? Sifət. Nə? Sonra bir sıra, bir də bu qaldı say. Say sifət. Təyinlər düzəltmə sifətlə ifadə olunmuşdur. Doğru söz ac olur. Nə? Söz, hansı söz doğru? Buna düzəltmə deyil, sadədir. Azərbaycan öz övladlarının taleyindən narahatdır. Kim Azərbaycan övladlarının taleyindən nədən? Özdür burada təyin. Sınıq könüllü təsəlli də nə? Sınıq könüllü təsəlli də olan. Hə, nəyə könüllü? Necə sınmaqdan sınıq. Bəli, cavab 3. Hansı könüllü? Şah İsmail qəfil gecə basqını təklifinə razı olmadı. Demək, Şah İsmail gecə basqını təklifinə hansı gecə qəfil basqını, eləmi? Burada da yoxdur. Sürüşkən yol, sürüşmək, sürüşkən. 3 və 5 D variantı. Düzəltmə istəyir də. Bu yerlə çarpışan, göylə əlləşən, dostdan, aşinadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən, dostdan. Hansı dostdan? Fe'l sifət tərkibi. Tərkib yoxdur, deməli fe'li birləşmə götürəcəm də. Fe'li birləşmə tərkibinə məsdər, həm fe'l sifət, həm də fe'li bağlama tərkibləri daxildir zaten. Cümlələrin birinin təyini ismi birləşmə ilə ifadə olunub. Azərbaycan alimi Nəsrəddin Tusi. Hansı Nəsrəddin Tusi? Azərbaycan alimi. Cavab ilə A variantı olacaq. Hansı cümlədə təyin fe'li sifətlə ifadə olunmuşdur? Bülbüldür kim oxuyan, qazdır kim dinləyəndə. İstifadə olunmuş kitabları. Hansı kitabları istifadə olunmuş? Elə cavab B variantıdır. Fe'li sifətlə ifadə olunur. Bu fe'li sifət tərkibi ilə ifadə olunur. Çünki ol, et elə özünə əvvəl sözlə birlikdə bir söz olurdu. Elə deyil. Ona görə elə cavab B variantı olacaq. Bu fe'li sifət tərkibi deyil ki, fe'li sifətin özüdür. Göllər ölkəsində ən qorxulu hadisə necə hadisə qorxulu sifətdir? Qaranlıq, rütubətli idi xəbər. Ara mağaranın içərisində təyin yoxdur. Otaqlar yüksək zövq ilə çox zəngin və əla döşənmişdi. Demək, necə döşənmişdi? Zərflikdir bunlar, eləmi? Az danışmağın gözəlliyini dərk edən adam. Hansı adam? Az danışmağın gözəlliyini dərk edən fe'li sifət tərkibi. 19 C variantı. Təyin işlənmişdir deyir. Müğənni mahnını gözəl ifa etdi. Burada zərflikdir. Uşaqlar dəhlizdə yavaş-yavaş söhbəti zərflikdir, fe'lə aiddir. Məktəbə 2 komissiya gəldi. Nə qədər neçə komissiya gəldi? 2 komissiya gəldi. Burada bu olacaq təyin. Suyun üzü ayna kimi parıldayır. Fe'lə aiddir, zərflikdir, eləmi? İnsanların simasında hiss olunur. Nə? Sevinç. Burada ümumiyyətlə yoxdur. Təyin işarə vəzli ifadə olunur. Bugün sən gəncliyə baxsan, nə zaman bugün? Demək, bu düşüncələr şairi lap özüdür. Nə düşüncələr? Hansı düşüncələr bu? Cavab olacaq B variantı. Pis günləri görməyən insan. Hansı insan? Pis günləri görməyən fe'li sifət tərkibi. 22-də də olacaq B variantı. Çoxsun elə fe'li sifət tərkibində. Təyinin fe'li sifət tərkibi ilə ifadə olunduğu cümləni müəyyən edən rahat suallardır. Bu mətləb o. Demək, Məmməd deyəcəyi mətləbi çox uzadır. Kim? Məmməd. Deyəcəyi də burada nəyi mətləbi? Deyəcəyi təyin. Bu da fe'l sifətin özüdür. Tərkib deyil. Bal tutan barmaq yalar. Kim bal tutan? Burada mübtədadır. Keçilməz dağ kimi kəsdik yolunu.
Demək, necə nə tərzdə kəsdik? Zərflik. Bizim də görməli işlərimiz var. Necə işlərimiz görməli? Çox oxuyan insan məlumatlı. Hansı insan çox oxuyan fe'l sifət tərkibi cavab olacaq E variantı. Hansı cümlənin təyini fe'l sifət tərkibi ilə ifadə olunmuşdur? Gəlin baxaq. O sehirlənmiş kimi yerindən tərpənmir. Bu tərkib yoxdur burada, eləmi? Bu adamdan gözünü çəkmədi. Bu heç. Qoşma daşınır. Qıc olan barmaqlarını ovuşturmağa başladı. Hansı o barmaqların qıc olan? Və tərkib deyil də, mürəkkəb fe'ldir. Hər kəs bu dünyada əkdiyini biçər. Burada hansı dünyada bu? Deyim buradan budur. Bayaqdan kənarda sakitcə dayanan Səlim. Hansı Səlim? Bayaqdan kənarda sakitcə dayanan fe'li sifət tərkibi cavab D variantı olacaq. Tağa gür və zəhimli bir səs. Burada sifətdə gür və zəhimli. Təyin sifətli ifadə olunub. Hansı cümlənin təyini fe'l sifət tərkibi ilə ifadə olunmuşdur? Təyini fe'l sifət tərkibi ilə. Yenə eyni məsələ. Molla Sadıqın təmkinlə söylədiyi sözlər. Hansı sözlər? Molla Sadıqın təmkinlə söylədiyi sözlər. Söylədiyi daha doğrusu sözlər müftədə heç. Cavab variantı. Kişi sözünü deyib qurtaran kimi hərə bir tərəfdən danışmağa başladı. Nə zaman? Qurtaran kimi zərflikdir. Burada qonaq beli xəncərli kişilərin zəhimli üzlərinə baxdı. Hansı kişilərin beli xəncərli? Fe'l sifət tərkibi deyil. O ağzını açmağa macal tapmamış. Fe'li bağlamadı bu. Zərflikdir. Kəndlərin bir çoxunda yeni məktəblər, yenidir. Burada sözlü ifadə olunub da. Fe'li birləşmə təyin vəzifəsində işlənib. Tərcüməcinin Vaqifin sözlərini tərcümə etməyi lap yerinə düşdü. Burada təyin yoxdur. Demək, mehmandarın tələsik gətirdiyi xəbər. Hansı xəbər? Mehmandarın tələsik gətirdiyi fe'l sifət tərkibidir. Mübtəda vəzifə, daha doğrusu təyin vəzifəsindədir. Fe'li birləşmənin təyin vəzifəsində işləndiyi cümlə. Görüləcək işlər. Bu fe'l sifətin özüdür. Adil dərslərini pəncərələri dəhlizə açılan bu otaqda. Hansı otaqda bu? Hansı bu? Pəncərələri dəhlizə açılan. Qeyri-həmciz təyinlərdə olar. Cavab B variantıdır. Bir təyin budur, bir də budur. Bu ikisi qeyri-həmciz təyindir. Biri fe'li birləşmədirsə, elə cavab olacaq da bu. Ağır və yorğun borular. Ağır və yorğun sifətlər təyindir. Turna uçaraq havaya qalxdı. Burada ümumiyyətlə təyin yoxdur. Deyəndə zərflik, nə mi? Hansı cümlənin təyin fe'li sifətlə ifadə olunmuşdur? Soyuq dəniz küləyi insanı üşüdürdü. Nə? Dəniz küləyi. Necə dəniz küləyi soyuq sifətlə ifadə olunub? Qara tüstü zolaqları göyə qalxırdı. Nə? Tüstü zolaqları qarada təyin. Təyyarə yüklənib boşaldıb geri qayıdarkən nə zaman? Fe'li bağlama tərkibi. Bunun iki səbəbi var. Bu da iki. Fe'l sifət deyil. Həkim müayinə etdiyi xəstə üçün, hansı xəstə üçün müayinə etdiyi elə mürəkkəb fe'l yaradır. Ona görə bu olur fe'li sifət. Elə səndən fe'li sifət istədiyi üçün cavab olacaq E variantı. Təyini fe'l sifət tərkibi ilə. Burada tərkib istəyir. Yuyulmuş səkilər hansı? Yuyulmuş fe'l sifətin özüdür. Qızıl rəngə. Demək, necə rəngə qızılı sifətdir. Ulduzlar ayı dövrəyə alan kimi. Qızlar da sevgili dövrəyə alınan necə nə tərzdə? Zərflikdir. Kimi gələnləri. Fe'l sifət tərkibi burada tamamlıqdır. Göyün üzünə səpələnmiş ulduzlar. Hansı ulduzlar göyün üzünə səpələnmiş? Fe'l sifət tərkib oldu. Təyin. Sonra təyini işarə vəzli ifadə olunmuş nəqli cümlə. Baxaq. O gün sənin nə vaxt getdiyini bilməmişəm. O gün bu gün heç. Bilməmişəm nəyi sənin nə vaxt getdiyini. Bu zərfdə. Zərflik. Sözünü bizə yox, o şəxslərə deyə. Hansı şəxslərə? O şəxslərə.
E, amma nədir? Nəqli cümlə. Bu nədir? De. Əmr cümləsidir. Feilin əmr şəklindədir. Əmr cümləsidir. Ona görə B getdim. Bunların hamısı el məhnidir. Nə? Bunların hamısı el məhnidir. Xəbər. Mübtəda və xəbərdən ibarətdir cümlə sadəcə. Biz o kitabı oxumamışdıq. Hansı kitabı? O kitabı. Bu da gördüğünüz kimi əmr cümləsi, yəni feil əmr şəklində olmadığı üçün nəqli cümlə sayılır. Ona görə cavab olacaq D variantı. Təyini ismi birləşmə ilə ifadə olunmuş cümləni müəyyən edin. Qələbə indi. Qələbə təlim məşqlərindən asılıdır. Nəyə qələbə? Asılıdır nədən? Təlim məşqlərindən. Təyin yoxdur burada. Sex rəisi Adil Səriyyənin gəlmədiyini görüb ona telegram vurdu. Hansı? Adil Səriyyənin Sex rəisi. Cavab B variantı. Feili birləşmə təyindir. Ən böyük arzum torpağımızın düşmən torpağı tapdağına azad olması. Torpağımızın azad olması. Yiyəlik mənsubiyət. Hamısı xəbər. Nə? Ən böyük arzum. Mübtəda xəbərdir. Azər qapını açıb içəri girdi. Nə tərzdə? Zərflikdir. Olimpiyada qalib gələnlərə kimə? Tamamlıqdır. Xaricdə təhsil alan tələbələr. Hansı tələbələr? Xaricdə təhsil alan feil sifət təyindir. Feil sifət tərkibi daha doğrusu təyindir. Nə? Yalan söyləmək. Bu da mübtədadır. Səndən təyin olan istədi. Cavab D variantı. Sonra təyin söz birləşməsinin ifadə olunmuşdur. Evin üstü qırmızı kiremidlə örtülmüşdür. Nə? Evin üstü necə kiremidlə qırmızı. Söz birləşməsi yox, sözlə ifadə olundu. Qara uzun hörükləri, onun hörükləri var idi. Hamısı birlikdə mübtəda. Çünki yiyəlikdə mənsubiyyətin arasındadır. Bu təyin edildi ümumiyyətlə. Var idi də xəbər. Dağın döşündə bitən çiçəklər. Hansı çiçəklər? Dağın döşündə bitən feili birləşmə söz birləşməsinə ifadə olunub. Təyin. Cavab C variantı. Şiddətli külək əsəndə demək burada zərflikdir, eləmi? Ürəyi açıqda sifətdir. Yuxarı sözü cümlənin birini təyin kimi işləmişdir. Yuxarı mərtəbə olacaq, yəni ki, yuxarı hansısa bir mübtəda yox, tanımlığa aid olmalıdır. Onların evi bizdən yuxarıdadır, xəbər. Yuxarı kəndə. Görürsən? Kəndə. Cavab B variantı. Hansı kəndə? Yuxarı kəndə. Kimə? Yuxarılara tamamlıqdır. Yuxarı qalxdı, zərflikdir. Yuxarı bu yüksəklik möhtəşəm qalaya bənzəyirdi. Yuxarı bu yüksəklik möhtəşəm, nə yüksəklik, nə yuxarı. Bu da mübtədadır. Mübtəda əlavəsi işlənir. Hansı nümunələrdə təyinlər söz birləşməsi ifadə olunmuşdur? Biz cəbhə boyu uzanan möhtəşəm Şam meşəsindəyik. Demək, hansı Şam meşəsində möhtəşəm, bir də cəbhə boyu uzanan. Eləmi? Qeyri-əmrsiz təyinlər söz birləşməsi var burada. 35-də 1-i götürəcəm. Sonra müzakirə edilməsi. Bu da müzakirə edilən bu söz birləşməsi deyil də, mürəkkəb feildir. Ona görə 2-ni sildim. 2-ni sildim, 2-ni sildim, 2-ni sildim. Bir də yox olmadığı üçün bunu sildim. Cavab 1-3-5-dir. Martda tikiləcək böyük körpünün, hansı körpünün martda tikiləcək söz birləşməsində bu feil birləşmə. Səndə ismi və feil istəmək. 5-də nədir? Heykəl kimi hərəkətsiz dayanmış qız. Heykəl kimi hərəkətsiz dayanmış feil sifət tərkibi. Burada qışdakıda sifətlə ifadə olunur. 4-də ona görsənir. Hansı cümlələrin təyini feil sifət tərkibi ilə ifadə olunmuşdur? Baxaq, evlərində qalan kitabları, hansı kitabları evlərində qalan feil sifət tərkibi ilə ifadə olundu? Özünə qıymayan, kim özgəyə də qıymaz, kim özünə qıymayan. Təyin yoxdur, dünən sexdə yığılıb qalmış detallar, hansı detalları dünən sexdə yığılıb qalmış? Feil sifət tərkibi. Ən axırda gələni dindirməyə başladılar. Kimi? Ən axırda gələni. Tamamlıqdır burada. Gecədən başlayan yağış. Hansı yağış? Gecədən başlayan. Bu da feil sifət tərkibidir. 1-3-5 E variantı. Təyin söz birləşməsilə ifadə olunmuşdur. Əldən qalan 50 il qalar. Nə? Əldən qalan.
Təyin yoxdur burada. Vətəni qoruyan oğulları kimi? Oğulları hansı oğulları vətəni qoruyan? 1-2. Xalq qəhrəmanı Səttarxan. Hansı Səttarxan? Xalqın qəhrəmanı ismi birləşmə. Söz birləşməsi şəklində verirsən, ismi feili seçə bilirsən. Zaten 2 feili birləşmədir. 3 ismi birləşmədir. Sonra 2-3 deməli variantlarda var. Qaldı bu ikisi. Ağsaçlı qoca təmkinlə suallar cavab verdi. Hansı qoca? Ağsaçlı. Burada söz birləşməsi olmadığı üçün 4 də getdi. Cavab 2, 3, 6. 6-ya baxaq. Hamıya qayğı göstərən niyaz. Hansı niyaz? Hamıya qayğı göstərən. Feil sifət tərkibi. Sonra 38. Təyinlər bir-birini antonim feili sifətlərlə ifadə olunmuşdur. Nə gələn var, nə gedən. Bunlar təyin deyil. Gələn gedən. Sevinç zirvəsi ilə kədər zirvəsinə. Sevinç zirvəsinə kədər zirvəsi ikisi birlikdə. Mübtəda. Xatirənin acısı da şirindir. Nə xatirənin acısı? Sonra bizə çörək verən də torpaqdır. Torpaqdır. Nə bizə çörək verən? Açılan qapıda layla sevinci, örtülən qapıda. Hansı qapıda açılan, hansı qapıda örtülən? Açılan və örtülən bir-birinə antonimdir. Təyin haqqında səhv fikirlərdir, müəyyən edin. Əsasən deyir aslı tərəf olur. Aslı tərəf orada düzdür. Sonra sintaktik əlaqə baxımından aslı tərəf orada birinci tərəf var. Təyinlə mübtəda, təyinlə tamamlıq. Təyini və işarə vəzifələrinin başqa vəzin digər məna növləri təyin ola bilmir. Niyə? Demək, işarə vəzli təyin olur. Eləmi? Sonra sual vəzlikləri baxaq görək. Şəxs vəzlikləri, qeyri-mənavi vəzliklər. Olur da şəxs vəzli, məsələn, bizim kitab. Hansı kitab? Bizim kitab. Digər cümlə üzvləri kimi təyinin də əlavəsi olur. Bütün cümlə üzvlərinin təyinin əlavəsi olur. Aid olduğu üzvdən həm əvvəl, həm sonra gəlməz. Təsriflənməyən feillərlə də ifadə oluna bilmir. Niyə ki? Feili birləşmədə o qədər ifadə olunur ki. 2, 4, 5. Söz birləşməsilə ifadə olunduğu cümlə. Bu İttiqapan kəndinin sakini Novruzəldir. Burada təyin yoxdur. Bu dünya bir qızıl küzəyə bənzər. Nə? Dünya, hansı dünya? Bu dünya. Bu da söz birləşməsilə ifadə olunmuyub. Demək, ətrafa nur saçan günəş, dağların arxa hansı günəş? Ətrafa nur saçan. Bunu götürmək olar. Sonra çırmanıb çayı keçən bizi görəndə dayandı. Demək, dayandı kim? Çırmanıb çayı keçən. Burada təyin yoxdur. Ötkün sözüm, kəskin baxdım olaydı. Burada söz birləşməsi yoxdur. Demək, ötkün sözüm burada mübtədadır. Səidin qardaşı Fərid mənim yaxın dostumdur. Hansı Fərid? Səidin qardaşı demək olur təyin və söz birləşməsində ifadə olunub. Bir də uşaqlar, bir də bax Novruzəlidir kim? Bu. Hansı Novruzəli? İttiqapan kəndinin sakini. Burada təyin. Bunu görməmişəm. Mübtəda kimi düşünürdük onu. 1, 3, 6. Hansı nümunələrdə təyin söz birləşməsilə ifadə olunmuşdur, deyir. Evdə səliqə səhman yaradan ana. Hansı ana? Evdə səliqə səhman yaradan. Padişah bu sözdən bərk qəzəbləndi. Burada təyin yoxdur. Var. Bir dənə budur. Mühəndis Əkrəm yeni layihələrə nəzər saldı. Kim? Əkrəm. Hansı Əkrəm mühəndis? Sözlə ifadə olunub. Yorulan atlılar bulağın başında dincəlməyə qərar verdilər. Kim? Atlılar. Hansı atlılar? Yorulan. Uşaqlar öz əlləri ilə becərdikləri pöhrələri, hansı pöhrələri? Öz əlləri ilə becərdikləri. Uşaqlar yox. Bu. Eləmi? Cavab nə olacaq? 1 və 5. Sonra. Sən misən qarşımda məğrur dayanan? Necə dayanan? Məğrur. Zərflikdir. Sən misən qarşımda? Eləmi? Təyin yoxdur ümumiyyətlə burada. Deyilməmiş sözüm çoxdur.
Çoxdur. Nə sözüm, necə sözüm deyilməmiş. Bu nədir? Fe'li sifətdir. Sən fe'li sifətlə ifadə olmuş təyin 3-də var eləmi? 3'e B. Soran. Dünya məhdlər dünyasıdır. Nə dünya? Məhdlərin dünyasıdır. Xəbər burada təyin yoxdur. Bivəfa dilbərdən sənə yar olmaz. Necə dilbərdən bivəfa? Həsən neçənci sualı yazır. Demək, neçənci, eləmi? Baxaq, bivəfa dilbərdən sənə. Burada demək, sifətdir. 2'ye olacaq, eləmi? Nə idi o? D idi də. Neçənci də Y idi, 1'e. Bura D, 1'e Y. Demək, 1'e Y, 2'ye D, 3'e B oldu da. Meşənin dərinliklərinə gələn səs. Nə səs? Meşənin dərinliklərinə gələn fe'l sifət tərkibi. 1'də olacaq 2. Uşaqlar palçıq yoldan çətinliklə keçdilər. Kim uşaqlar? Demək, necə keçdilər çətinliklə? Nədən yoldan? Hansı yoldan? Palçıq. Palçıq da isimdə. Sonra. Qəzəl ustadı Vahidin anım günü. Hansı Vahidin qəzəl ustadı. İsmi birləşmə. İsmi birləşmə. Bu da olacaq 5. Sonra. Vətəndən uzaqlarda başına çox bəlalar gəlmişdi. Demək, başına çox bəlalar. Çox burada saydı. Həyatın qarandı. Yaşıl meşələrdə necə meşələrdə? Yaşıldır sifətdir. 2, 1, 5, 3, 4. Belə. Belə uşaqlar, bugünkü izahın da sonuna gəldik. Sualınız varsa rəy bölməsini yazmağı unutmayın. Bu tipli izahlarla tez-tez gəlməyini istəyirsə nə edirik? Abunə oluruq və bəyənib paylaşırıq. Sağ olun, növbəti dərslərdə görüşərik.